Herkese salam. Yeni bir gündən hamınızı salamlayıram. Videoma, vloguma və kanalıma xoş gəlmisiniz. İnşallah hamınızın günü gözəl keçər. Bugün xəstəxanaya getdim, gəldim. Ona görə videonu çox gec açdım. Hər həftə uşaqları xəstəxanaya aparırıq. Deməli göz müayinəsinə. Erkən doğulan uşaqlarda ROP deyə göz müayinəsi olunur. Bunun üçün mənə kağızat da imzalatdılar hətta ki, belə deyim sizə, gözün arxasında retinası olgunlaşmadığı üçün, tam belə düzəlmədiyi üçün ana qarnında o tam belə özünə gəlməli idi. Uşaqlar 29 həftəlik olduğuna görə o çöldə gelişdiyinə görə problem olmasın deyə hər həftə gözləm altında tuturlar uşaqlar. Hər həftə gedirik, o gözün ən arxa qismində retina, indi tam nə olduğunu mən də bilmirəm, amma onu bilirəm ki, uşaqların canı çox ağrır onu eləyəndə. Ona baxırlar, gözün tam arxa hissəsinə baxırlar. Hələ ki, yəni müalicəli bir durum yoxdur, amma kontrolda saxlamaq istəyirlər. Mənə dedilər ki, yəni hər həftə gəlməyə davam eləyin. Çünki 37 əgər bir problem olanda da 37 ilə 39-cu həftələr arasında müalicə eləyirlər. Ona görə bu gün 37-ci həftələri oldu. 39 həftəyə qədər nağdı gedəcək. Ondan sonrasını bilmirəm indi. Məsləhət bilsələr, yenə çağıracaqlar. Hər həftədə bir dəfə gedirik. Nəysə, vlogu açdım. Uzun zamandan sonra vlog çəkmək, bilmirəm, həm darıxmışam, həm belə açana qədər canım çıxdı yəni. Bugün çəkəcəyəm, sabah başlayacağım, sonra başlayacağım, bir saatdan sonra başlayacağım, belə deyə ancaq İndi de götürdüm telefon əlimə, dedim Arzu davay telefonu götür, çəkməyə başla. Çünki artıq uşaqlar da həyatımda olduğu üçün bu videoları çəkmək istəyirəm ki, çünki bu kanalı təkcə sizinlə paylaşmaq da deyil. Bu həm də mənim üçün xatirə kanaldır. Yəni nə olursa olsun, bu ömür boyu mənə xatirə qalacaq. Ürəyim istəyən vaxt açıb baxa biləcəyəm. Yəni bu kanalda bəbəşkaları bir yerdə böyüdəcəyik inşallah. Bu arada bilmirəm. Belə bir şey də var ki, indi mənim kanalımı açıb baxanda mən daha çox kanalda özümü göstərərək danışıram. Bu arada dodağımdakı bu görüntü sizi inşallah narahat eləmir. Çünki çox pis görsənir, bunun farkındayım. Yerimi dodağımı çoxlayıb. Mən genəldə telefonu açıram, kameranı əlimdə tuturam, yəni telefonu əlimdə tuturam. Sizinlə belə danışıram, yəni hər şeyi belə danışaraq anlatıram sizə. Amma fikir vermişəm Azərbaycan vloqlarında isə bir şey eləyirlər və onun arxasına səs yazırlar. O şəkildə bir şeylər danışırlar. Mən o şəkildə onu eləyə bilmirəm. Heç xoşuma gəlmir, səmimi gəlmir. Yəni bu mənim öz şəxsi fikrimdir bu arada. Qətiyyən, çünki mən də baxıram bizim vloqlara, çox qəşəng içində videolar çəkənlər də var. Yəni o barədə söz ola bilməz. Söhbət ondan gedir ki, indi mən belənçinə arxadan səs arada yazıram, amma belə sürəkli elə iş görə arxadan səs yazmaq mənə sıxıcı gəlir. Yəni mənə sıxıcı gələn şeyi də eləmək istəmirəm. Deməm də. Ona görə mən danışmayın tərəfdarıyam. Çox şey oldu bu vaxtlar ərzində. Neçə vaxtdır mən vlog paylaşmıram. Axırıncı dəfə vlogu sizlə paylaşmışam. Başlamışam da paylaşmaya. Amma o çəkdiyim videolar indinin videoları deyil yəni. Bayağı olub. Çünki biz evə gələli. Nə qədər olub? Biz evə, deməli, ayın neçəsi idi biz evə gəldik. Uşaqlar o tam 35 həftəlik oldular. O bizi evə buraxdılar. 35 həftəlik. Deməli, 2 həftədir. 2 həftədir biz evdəyik. Yəni deməyim sizə odur ki, darıxmışam video çəkmək üçün, konkret bunu deyə bilərəm. Amma o həvəs, o hövsələ olmalıdır ki, mən onu çəkim. Düzdür, bəzi insanlar bir şeylər olsalar da belə burada ara vermirlər, çəkməyə davam edirlər. Amma mənim üçün çox sıxıcı, psixologiyamın çox pozulduğu, çox belə depressiyaya düşdüyüm bir dövr idi. Ona görə özümü heç yaxşı hiss eləmirdim və yəni sizə səmimi şəkildə də yəni gələ bilməzdim videolara, elə deyim. Yəni o səmimiyyət ola bilməzdi, mümkün deyildi. Ona görə də video çəkməyə ara verdim. Amma inşallah bundan sonra davam eləyəcəyəm. Bu arada uşaqların üzünü hələ ki göstərməyəcəm. Ən azından heç olmasa uşaqlar 40 həftəlik olsunlar. 40 həftəlik dediyim, yəni uşaqlar indi 37 həftəlikdilər. Yəni əslində doğulmamalıydılar hələ də. Bizim planlarımıza görə uşaqlar bu həftə doğulmalıydı. Amma
Nəsib. Bu arada uşaqlara indi yemək verəcəyəm. Kravatın birini bura gətirdim. Buradadır yanımda. Bura qoymuşam. Divanların yanına. Bugün divanlar da gedəcək Allahın izni ilə. Çox şükür artıq təzə divanı zakaz elədim. Normalda mənim 2-3 ildir istədiyim bir divan var idi. Çox bəyəndiyim bir divan idi. Amma hamilə qalandan sonra o divandan vaz keçdim. Böyük ihtimalla da qismət beləymiş, ona görə alınmırmış onu almağım. Niyə vazgeçdim? Çünki uşaqlarla mənə çox rahat bir şey lazımdır. Divan kimi bir şey. Yumuşaq olmalıdır. Daha belə konforlu, ürəyim istəyən kimi açım, atım o yana, atım bu yana, rahat üstündə hərəkət edeyim. Elə bir şey lazımdır. Bir də divanın yerə yapışmağını istəyirəm. Yerdən aralı olmağını istəmirəm. Çünki bu uşaqlar böyüyəcək, iməkləyəcək. Oyuncaqlar divanın altına gedəcək və mənim bütün əsəblərimi pozacaq. Bunu bilirəm. Çünki mən Kərimdə bunu yaşamışam. O oyuncaqlar divanın altına hər dəfə çıxartmaq zülümdür. İndi bax, dolduracağam. Su zad gətirmişəm yanıma. Uşaqların yeməyini istəyəcəyəm. Uşaqlar çox balaca olduqlarına görə ana sütünə əmə bilmirlər. Əmməyə qabiliyyətləri var, hər şey yaxşıdır, amma zəifdirlər və həkim icazə vermir. Deyir ki, əgər sən onları əmizdirməyə çalışsan, onlar tez yorulacaqlar. Tez yorulduqları üçün də yemək az yeyəcəklər. Az yedikləri üçün də kiloyu azalacaqlar və bizim istədiyimiz kimi hızlı böyüməyəcəklər və biz prematür uşaqların daha hızlı böyüməyini istəyirik. İndi mən sizə tamamən həkimin mənə dediklərini deyirəm. Ona görə də mən sütümü sağmaya davam edirəm. Süt sağıram və onları biberonla uşağa verirəm ki, ana sütündən də əksik qalmasınlar. Hələ ki ana sütü verirəm. Zaten çox az yeyirlər. Yəni yeməkləri o qədər çox deyil. Deyim ki, takviyə hələ ki ehtiyacları yoxdur. Xəstəxanadan çıxandan sütümü sağıram. Mən xəstəxanadan, uşaqlar çıxandan yox. Mən çıxandan sütümü sağıram. Yəni bilmirəm, hər kəsin öz fikridir. Kim necə eləyir, kim necə istəyir, o fasonda eləsin əlbəttə ki. Amma ana sütünü əgər vermək istəyirsinizsə, gərək vaz keçməyəsiniz. Yəni belə bir şey də deyim ki sizə. İlk başlarda gələn sütü görsəz o qədər komikdir ki, yəni bir çay qaşığı falan süt gəlir. Yəni süt o qədər minimal gəlir. Yəni öncə bir dənə göstərim də sizə. İlk başda gələn süt bu qədərdir. Sonra üstündən bir-iki gün keçir, sonra olur bu qədər. Ondan sonra biraz da keçir üstündən vaxt, olur bu qədər. Ondan sonra yavaş-yavaş 20 millim, 30 millim, o 50 millim, amma ki pes etməmək lazımdır, bunu anlamış oldum. Yara bərə içində də olsanız pes etməməlisiniz. Bu arada uşaqla yaralanırsan, amma əməndə yara olursan, amma biberonla verəndə, sağanda yara olmursan desələr, inanmayın, eyni şeydə heç bir fərqi yoxdur. Çünki mən Kərimdə zaten sağma söhbəti yox idi. Kərim normal vaxtında doğuldu, vaxtında deyil, vaxtından hətta gec doğulduğu üçün mən Kərimi direkt əmizdirdiyim də üçün Kərimdə çox pis yara şəklində yaşamışdım bunu. Bunlarda da sağma makinesi istifadə elədim. Yenə eyni şəkildə, daha da betər bir şəkildə yara yaşadım. Amma ki, sağmaq zorundasan. Çünki əgər sağmasan sütün azalar. 3 saatdə bir həkimin mənə tamamən tavsiyəsini sizə bu arada deyirəm. 3 saatdə bir videonu açar-açmaz süt söhbətlərinə girişdim. 3 saatdə bir, indi yadıma düşdükcə ona görə deyirəm də, yadıma düşdükcə mən nə edirəm sizə danışacağam. 3 saatdə bir sağıram. Xəstəxanadan çıxdığımdan bəri, buna gecə də daxildir bu arada. Yəni təkcə gündüz yox, gecə yuxusundan da haram qatıb, gecələr də dururdum. Uşaqlar xəstəxanada 42 gün qaldılar. O 42 gün ərzində 2 gününü mən xəstəxanada keçirdim, qalan 40 gününü o şəkildə elədim. Yəni hər 3 saatdan bir süt sağdım, gecələr də durdum, sağdım, uşaq yanımda olmamağına baxmayaraq. Sütü sağıb nə edirsən desəniz, ilk öncə bunu deyim ki, xəstəxanaya göndərirsiniz bir miqdarını. Orada deyirlər uşaqlara cc, neçə millim verilir.
O millimi özün evdə hesablayırsan, ona görə uşağa 2-3 günlük süd göndərə bilirsən. Onların xaldenika var, orada saxlayırlar. Mən öz artıq qalan südləri də necə saxlayırsınız desəz əgər, çöldə ev şəraitində 3 saat saxlaya bilirsiniz. Xaladenikdə 3 gün saxlaya bilirsiniz. Bir də buzxanada da 3 ay saxlaya bilirsiniz. 18 dərəcənin altında isə xaladenikiniz çox soyuq saxlayırsa, yəni buzxanavız, belə deyirlər, yəni 3 ay məncə azdır. Çünki o 3 ay içində xarab olan bir şey deyil. Məncə yox. Çünki bir çox qaynaq var. Ən az 3 ay deyənlər var. Bir də bunu 4 və 6 ay eləyənlər var. 4 ay var, 6 ay saxlayanlar var. Şimdi belə deyim, kimin ürəyinə necə yatırsa. Belə bir şey də var. Bəzi uşaqlar buzxanada olan sütü qəbul də eləməyə bilirlər. Yəni mənim internetdə qabağıma bu da çox çıxır. Bizim uşaqlar şükür hələlik yeyirlər. Çünki başdan elə alışıblar zaten. Hələ ki görək necə olacaq. Yəni əmizdirə biləcəyəm, bilməyəcəm, orasını hələ bilmirəm. Hələ ki şeylə davam eləyirik. Yəni biberonla davam eləyirəm. Başqa nə danışıram sizə? Bu arada evi bəzəmişəm. Sizə çəkmədim. Buraları dağınıqdır. Dağınıqlığa fikir verməyin. Görməməzlikdən gəlin buraları. Qapını açmışdım. Ona görə balış bura qoymuşdum. Keçən ilki kimi yolkamı bura qoydum. İnşallah bu divan da gedir. Bu yerinə təzə gələn divanı belə, bir də belə qoyacağam. Burada da uşaqların bu krafat da bura gələcək. Zaten bu krafat çırtıcı sürəliyinə buradadır. Sonra burada olmayacaq. Bu arada qızlar krafatdan çox məmnunam. Bu üstündəki var alt dəyişdirmə örtüsü. Mükəmməl bir şeydir. Yəni yuxarıda istifadə eləmirəm. Çünki yuxarıda bu tərəfini aşağı salmışam. Uşaqları yatağımdan götürmək, qoymaq rahat olsun deyə. Uşaqlar bu arada çox balacadılar. Balaca olduqları üçün belə göstərim sizə. Yatağa ikisi bu şəkildə yerləşirlər yəni. Buna keçirmişəm amma burada altını rahat-rahat dəyişə bilərəm. Çünki divanın üstündə çətin olur, amma orada çox rahat olur. Yolkamın üstünə belə bir şey almışam. Keçən il bunlar yox idi. Bunlar bu ilində adlarımızı almışam. Belə. Bunlar üçlü satılırdı. Hətta Tombikin adı da var buradan. Bunlar üçlü satılırdı. Üçlü satıldığına görə artıq qalanlara da burada sağlıq və arxada gizlənib və para yazıb asmışam. İnşallah bu önümüzdəki ildən istədiklərim. Nə yazıb asmışam? Şimdi kimsə deyil, sağlıq. Sağlıq. İşıqları basta. Saata bunu bağlamışam. Başqa nə var? Dəyişiklik. Keçən ilki xalçam bilmirəm yadınızdadır ya yox. Keçən il bu xalça deyildi. Bu xalça yuxarının xalçasıdır. Keçən il bu xalçanı yox. O yuxarıdakı o bir xalçanı sərmişdim, amma çox tez çirk olur. Artıq bəyaz xalça ilə bacara bilmirəm deyə yuxarıdakı xalçanı bura, buradakı xalçanı da yuxarıya qoydum. Bu zaten bunu görmüşdünüz. Hər il bunun altına pambıq qoyurdum. Bu il zər qoymaq istədim. Bu arada bunun işığı yoxdur, xarab olub. İşıq bəlkə aldım. Kuxnaya da işığını hələ almamışam. Bunu qoymuşam. Keçən il də bunu qoymuşdum. Bu il də bunu qoydum. Daha doğrusu bunun işığı var. Bu işləyir. Pilini almamışam. Batarya alacağım buna. Yuxarını sizə göstərim. Yuxarıda nə eləmişəm. Biraz dağınıq ola bilər. Dağınıqlıq üçün kusura baxmayın. Bu buzxana bir dənə aldım. Çünki dedim ya, ana sütünü saxlayıram. Aşağıdakı xaldenkin buzxanasında zaten evin iki gözü evin məhsullar, bir gözünü də mən zəbt eləmişəm. Qalanı yerləşmədiyi üçün bunu aldım və bunu da dolduğuna görə məcbur ikinci əldən bir dənə daha aldım. Sonra satdığa qoyuram yəqin ki bunu. Bu Raminin iş yerindən gələndir. Bəlkə xatırlayırsınız. Arxasındakı da belə. Bunu bura asacağam. Birini bura. Ramin iş yerindən bir də saat gəlib. Ortaya da o saatı vurmayı düşünürəm. Bunu qaldırıb tripodu bura qoymuşam. Çünki əmin evi təmizləyirdi. Bu arada bunu almışam. Qızlar, isidici. Əgər belə minik bir şey, yəni hamama bir soyuqdursa isitmək üçün, ya balaca bir otağınızı isitmək üçün sizin ehtiyacınız varsa dəyərləndirin. Mən bu markanı almışam. Bir dənə daha marka var məşhur. Yəni, eyni modelləri eynidir.
Mən Kivinin çox şeyini aldığım üçün elə Kivini tərcih elədim. Qızlar çox məmnunam. Sonra belə bir şeyim yox idi. Oy. Bunu aldım. Bunu da niyə almışam? Çünki axşamları işıq yanmalıdır, amma normal işıq olmaz. Ona görə normal işıq olmaz ki, uşaqların yuxusunu qaçırdar, bizim yuxumuzu qaçırdar. Məsələn, bu işığı qoya bilmərəm. Mən də taxım tokam sizə göstərim. Mən də bunu aldım. Buna da rəngli işıq aldım. Rəngli işığı, qırmızı işığı qırmızı da qoyuram və gecə lambası kimi bunu istifadə edirəm. Ona görə ki, qırmızı bizim yuxularımızı kəsmir. Yəni yuxumuzu pozmur. Araşdıra bilərsiniz bunu. Başqa rənglər isə pozur, olmaz ona görə. Nəysə belə. Uşaqların kravatını bura qoymuşam. Kravatın içi dağınıqdır, çünki xəstəxanadan təzə gəlmişik. Uşaqlar tez bazar götürdük, getdik. Bu ədyalları demək olar istifadə eləmirəm. O gördüyünüz uşaqları bəyaz qoymuşam ya, qundaq kimi. Onu istifadə edirəm. Çox məmnunam ondan. Almaq istəyirsə elə bir şey alın və onu sizə detaylı göstərəcəyəm. Onu yuduğum üçün bunları çıxartmışdım. Bunu istifadə eləyirdim. Yataqdan çox məmnunam. Baxın, bunu dediyim kimi. Bax. Bunu indirmişəm aşağıya. Hətta bu yatağıma birləşik ola bilər. Prosto indi hələlik əmizdirmədiyim üçün, zaten sütü biberonla verdiyim üçün, yerimdən durduğum üçün ehtiyac yoxdur deyə qırağa qoymuşam, amma bunu indirmişəm ki, uşaqları qoyub götürmək rahat olur. Sonra sizə bunu göstərəcəyəm, buhar makinesi. Aşağıda da kullanırıq. Prosto dediyim kimi getdik. Biz xəstəxanaya getdik. Xəstəxanaya getdiyimiz üçün də bu hər şeyi aşağı apara bilməmişik. Çünki bunu hər gün aşağı aparırıq, sonra yuxarı qaldırırıq. Bunu xod verim sizə göstərmək üçün. Bu xodda istifadə eləmirik. Görürsünüz necə buxar verir. Belə buxar verir bu. Amma bu xodda istifadə eləmirik təbii ki. Xodunu alırıq, daha az xodda istifadə eləyirik. Bunun içinə normal su tökürsünüz. Bəziləri aroma da tökür. İyi verməsi üçün otağa qəşəng iyi də verir. Mən aroma istifadə eləmirəm, çünki uşaqların başının üstünə qoyuram. Normal içməli su tökürəm içinə. Niyə? Üstünə ona görə ki, pətəkləri yandırmışıq. Yəni bu ataplenaları istiliyi yandırmışıq. Bunlar da otağın havasını qurutduqlarına görə də otağın havasını nəmləndirmək üçün ən yaxşı şey mütləq bir buhar makinesi olmalıdır ki, uşaqların burnu tutulmasın. Buna rağmen, bunu elədiyimə rağmen uşaqların burnu tutulur. Bundan çox məmnunam. Almaq istəyənlər məncə alsınlar. Heç düşünmədən. Çox məmnunam. Çox hızlı bir şəkildə isidir. Çünki bizim yuxarıda bir dənə ataplenyamız var. Sadəcə budur. Burada ataplenya yoxdur. Yəni məsələn bu hissədə ataplenya yoxdur. Yeri var. Orada yeri var. Kərimin şeyini yumuşdum, onu asmışam ora. Orada yeri var. Amma şey yoxdur. Ataplenya niyə qoymayıblar, onu da bilmirəm. Biraz dağınıqlıq var təbii ki. O da o qədər də olacaq bir şey yoxdur ona. Çünki 24 saatın mənə çatmadığını hiss edirəm. Niyə? Günüm necə keçir? Uşaqlara 2 saatda bir mütləq yemək verməliyəm. Bu bəzən 2 saatda bir yemək verdiyim üçün, yəni yemək verirəm, yedizdirirəm. Onların yeməyi zaten çox uzun sürür, çünki balaca olduqları üçün çox yavaş yeyirlər. Ondan sonra da sütümü sağıram. Təzədən yəni eyni döngüyə geri dönürəm. Uşaqlara yedizdirmə vaxtı gəlir. Buna görə də deyirəm axı 24 saatın mənə çatmadığını hiss edirəm. Evdə o qədər iş görmürəm. Anam sağ olsun, ev işlərinin demək olar çoxunu ana eləyir, həll eləyir. Yeməyi falan hər şeyə demək olar ana həll eləyir. Yəni ona hələ şeyim yoxdur, vaxtım yoxdur. Yəni 2 dənə uşaq həqiqətən çox fərqliymiş bu arada. Yəni tək uşaqda elə deyil. Tək uşaq tərs deyim. Mən Kərimi də tək böyütmüşəm, amma məsələn, Kərimi özümə bağlayıb bütün hər şeyimi həll eləyə bilirdim. Amma 2 dənə olanda bunlar, birincisi bunlar balacadır. Mən bunları hələ özümə bağlaya da bilmirəm. Kenguruzat da istifadə eləyə bilmirəm. Böyüsələr də belə yenə olmur. Çünki 2 dənə yəni eləyərsən çox məcbur qalıb birinin arxalı birinin önündə, amma onunla da iş görmək olmaz. Yəni acil bir şey həll eləyə bilərsən. O qədər. Nəysə, videonu açandan dayanmadan 26 dəqiqədə danışıram. Bunun nə qədər hissəsini kəsəcəyəm bilmirəm. Sizin başınızı xarab elədim.
Bunları yuyuram. Bu arada bunu çok yaxşı eləyib almışam. Çox qəşəng şeydir. Aparıram. Bura. Bunları yudum. İndi aparıram. Hızlı qurumağı üçün. Əvvəllər mutfaqda saxlayırdım, amma indi bunun üstünə qoyuram. Çox tez quruyur. Bu arada burada bu uşaqlar xəstəxanadan çıxardanda bunları istifadə eləmişdik. Xəstəxanaya bir iki dəfə də bunlarla getmişik, amma indi böyük ehtimalla mən bunları biraz daha bağ saxlayacağım. Ondan sonra da yığışdıracağım. Dırnaqlarımın da vaxtı gəlib. Dırnaqlarımı elətdirməliyim. Bu arada dırnaqlarımı sökmüşdüm əməliyyata girəndə. Nətər sökmüşdüm? Söktürməmişdim daha doğrusu. O anın əməliyyata girəndə bir dənə barmağımı söktüm. Orada hani ürək döyüntümü falan yoxlamaq üçün ondan istifadə edirlər ya, o barmağımı söktüm. Orada əməliyyata girdim, çıxdım. Sonra ondan sonraki vaxtım çox stresli keçdiyinə görə stresten bütün dırnaqlarımı çıxartdım. Dişimlə çıxartmışdım hamısını, yolmuşdum. Dırnaqlarım çox bərbad vəziyyətdə idi. Dırnaqlarım 3 həftə olar. 3 həftə bundan qabaq düzəltdirmişəm. İndi yaxın bir zamanda getməliyəm. Randevu alıb dırnağa getməliyəm. Nə vaxt eləyə bilərəm bilmirəm. Elə eləməliyəm ki, Ramin evdə olsun, uşaqları Raminə buraxım, gedim, dırnağımı düzəltdirim, gəlim. Bu arada maşallah olsun, Raminə Polun uşağı əmanət eləyə bilərəm. Çünki çox qəşəng və baxır. Nə etməyə lazım olduğunu da çox yaxşı bilir. Çünki gecələr də durur mənə kömək eləyir. 2 dənə uşaq olduğu üçün gecəni tək başıma başlıqda eləyədim. Sonra gördüm yox, o şey vücudda üzmür. Hətta indi bu dəqiqə belə gözüm 15 vurur. Çay süzdüm özümə, bir çay içim. O çay içəndən sonra da biraz gözümü yumub dincəlməyi düşünürəm. Uşaqların yeməklərini verdim. 2 saat yarım vaxtım var. Hələ tam yuxuya getməyiblər. Gücənirlər bu arada. 2 saat yarım vaxtım var. O vaxt ərzində də inşallah Allahın köməkliyi ilə biraz yatsam süper olar mənim üçün. Dünən demişdim ki, divan gələcək. Hay o gəldi, nəfəsə qaldım, nakşıyorum. Çox aşırı ağır imiş də. Kargo aşağıya qədər gətirdi, yuxarıya dedi, qaldırmırıq. Ay. Nəfəsə qal. Bu arada buradakı divanlar getdi dünən. Biz de dün öncesi akşam burada oturmuştuk. Uşaqlara indi yemek verdim. Ay, nefese qaldım. Şimdi bu divanları atacağım ki en azından ben yemek yiyene kadar bir özlerine gelsinler, sonra yerine yerleştireceğim. Yemek yiyip inşallah yememişim. Şimdi bu divanları atacağım ki en azından ben yemek yiyene kadar bir özlerine gelsinler, sonra yerine yerleştireceğim. Yemek yiyip inşallah yememişim. Zaten ciddi böyle.
Belə koydum üst üste hamısını açtım. Onun diğer arkası falan orada demirleri var. Zaten Kur'an'da size göstereceğim. Ama şəkil almalılar. Preslendikleri için bakın hala tam böyle şəkil almayıp açılmayıp tam. Şəkil alacaklar daha geçiyor olacak. Şimdilik kumaşını falan beğendim. Geçekti. Gerisini de göreceğiz. Buradan çıxan atıqları. Bunlar normal poşetlərdir. Bunlar qalacaq. Bunlardakı streç film fasonunda bir şeydir. Belə bir şeye sarmışdılar. Bunları kestim. Bunları atacağım. Düzelttim. Belə oldu. Buranın dağınıqlığına baxmayın. İndi hamısını yığışdıracağım buraların. Onlar hələ açılmayıblar. Açılanda bunun kimi olacaqlar. Bu arada çox bəyəndim. Aşırı rahatdır. Düzdür, alçaqdır, amma çox konforludur, yəni aşırı rahatdır. Yəni oturursunuz çökmür içəri, amma aynı zamanda da çox yumşaqdır, yəni bayıldım. Tam belə istədiyim kimi oldu. Rəngi də superdir. Kamerada necə yansıyır bilmirəm, amma rəngi kərpic rəngindədir. Kiremit rəngi yəni. Superdir, çox bəyəndim. Evin tablosuna falan belə uydu yəni. Elə deyim, abu havasına çox qəşəng uydu. İndi buraları toparlayacağım. Uşaqların kravatı belə qalacaq, amma səlqəyə salacağım hər tərəfi. Qəşəngcə evi toparlayaq bir yerdə, daha yaxşı olsun.
Özüm hələ vaxt edib bir yemək yeməmişəm. Həmən bir yumurta qızardacağam. Normalda 2 dənə yeyirəm. Bugün indi 3 dənə yedim. Çünki saat 3'dür. Mən hələ yemək yeməmişəm. Mən yumurtaların sarılarının qarışmağını sevmirəm. Ona görə sadəcə ağını pişirəcəm. Sarılar belə qalacaq bütün. Maalesef bu ikisi kırıldı. Atma gözlerini. Açma. Bari üstünü değiştireyim. Yok yok, gerek yok üstümü değiştirmeyeceğim. Cıt cıt. Cıt cıt. Cıt cıt. Cıt. Bir dakika gözde. Söndürürüm sana. Az gözü. İşte de bilmirdim. Gördüğünüz o şişeli taraftaki şkafın kapısı. Tersine at. Değil. O. Nerede? Ne Çok dedi? alçak diye. He? Çok alçak. O biri çok hündürüydü, ona göre bu çok alçak geldi. Yoksa normal divan hündürlüğündedir. Rahat kalamadım mı? Altı Üzmüşüm onu. Keyif var. Bu süngerler buraya koyuyor, buraya koyuyor. Bebişler bir oraya ceder, bir buraya ceder. Daha kadar buralar. Rahat da. Rahat da. Özden zıplayabilir ama. Paltoları getirdim. Bunların hamısını geçe ayrım renklerini yum, serim. Havaya güven yoktu. Bu hava hemen yine yağış yağabilir. Ne kadar yağış yağmış, ben bunları halledeyim ki quruda bilim paltoları. Qurutmaya artık içeride sərə bilmirəm. Yerim yoktu. Buralara əvvəl sərirdim. İndi artıq onları da edə bilmirəm. Bu nereden? Aha. Karıl. Bu da biri. Köynəyin üzerinde lekkeler var. Bu için çıkarıp istedim. Bundan Azərbaycanda var ya yoktu bilmirəm. Burada var. Trendyoldan da gəlsə zakaz olun eləyə bilərsiniz. Bayağı məşhurdur burada. Kərim məndən pizza kimi börək hazırlayıram. Ondan istədi. İndi həmən ondan eləyirəm. Ondan sonra yenə uşaqların yeməyinin vaxtıdır. Uşaqlara yemək verəcəyəm. Həmən 2 dəqiqədə doğradım. Qəşəngcə. Üçgənc yufkam var idi zaten xaladelikdə. Onu çıxartdım. Onun içindəki tomatdır. Biraz da ketçap katmışam içine. Çok hızlı bir şekilde hazırlanır zaten. Yani size de fikir olsun. Səhər məktəbinə də qoyuram bundan hazırlayıb. Neyse bunun bu tərəfini yaxşı kəsməyiblər. Heç başıma belə şey gəlməzdi. Ucuna mütləq su vururam yapışsın diye.